Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli amma ba'du. Demək bu gün də Allah azza və cəllə nəsib edərsə Seyyid-ül Xadir kitabından qaldığımız yerdən oxumağa davam edəcəyik. Və müəllif 5-ci fəsildə belə bir başlıq vermişdi. Əs-sələmətu fi mübaətətil fitnə. Salamatlıq fitnələrdən uzaq qalmaqdadır. Yəni kim salamat olmaq istəyirsə, kim qorunmaq istəyirsə, fitnələrdən uzaqlaşmalı, fitnəni tərk etməlidir. Deməli buyurur ki, mən qarabəl fitnətə bə'udət anhu səlamə. Kim fitnəyə yaxınlaşarsa, salamatlıq ondan uzaqlaşar. Çünki fitnə elə bir şeydir ki, insan ona tərəf getdi mi, insanı öz içinə doğru çəkməyə başlayır. Özəlliklə insanın fitrətində, insanın nəfsində fitnəyə meyillik var. Yəni bir şeyin üzərinə getmək, bir şey araşdırmaq, bir şeyin dalınca düşmək. Bu fitnə hər baxımda ola bilər. Bu dini baxımda bir fitnə ola bilər, bu dünya baxımda bir fitnə ola bilər, insanın öz nəfsində fitnəyə düşməsi ola bilər, insanın öz malında, insanın öz ailəsində hər hansı bir fitnə olur olsun. Ondan uzaq qaldıqca insan həmin məsələdə salamat qalır. Və ən gözəli fitnələri gördükdə insanın geriyə çəkilib, susub dilini qorumasıdır. Müəllif buyurur ki, وَمَنْ اِدَّعَ الصَّبْرَ وَكِلَ إِلَى نَفْسِهِ. Kim səbr iddiasında olarsa, öz nəfsi ilə baş-başa buraxılır. Yəni, nə demək istəyir? Kim arxayan olsa ki, mən fitnəyə düşmələm, mən qorunaram, mənim üçün sıxıntı yoxdur, mənim üçün problem yoxdur, o öz nəfsindən baş-başa buraxılır. Çünki heç kəs Allah Azze və Cəllənin qoruması olmasa, Allahın yardımı olmasa, Allahın gözətməsi olmasa, fitnələrlə baş eləyə bilməz. Allah Subhanahu taala bizi öz nəfsimizlə baş-başa buraxdı mı, biz ən bəsit gördüyümüz günahlarla belə baş-başa çıxa bilmərik. Peyğəmbər sallallahu aleyhi ve sellem səhər axşam etdiyimiz zikirlərdə bizə nə öyrətdi? Ya Rabbi, məni bir göz qırpım belə olsa, öz nəfsimlə baş-başa buraxma. Bu ümmətin Peyğəmbəri sallallahu aleyhi ve sellem insanların ən xeylisi, əgər bir an belə, bir göz qırpım belə öz nəfsinlə baş-başa qalmaqdan Allaha sığınırsa, ondan qeyri insanların halını olmalıdır, qardaş. Hər anımızda, hər bir şeydə Allah Azze və Cəllə möhtacıqsa, fitnələrdən qorunmaqda da Allah Azze və Cəllə möhtacıq. Çünki nəfs dedik ki, fitnəyə meyillidir və biz nəfsimizlə həmişə bacara bilmirik. Özəlliklə bizim cahilliyimiz, bizim elmimizin azlığı, bizim əməlimizin azlığı və ətrafımızda da bizi fitnədən qoruyacaq səbəblərin az olması bizi biraz da fitnəyə meyilli eləyir. Bizi biraz da fitnəyə açıq qapı eləyir. Yəni Allah elçisi sallallahu aleyhi ve sellemin əshabı, ondan sonra yəni o xeyirli nəsillər, o xeyirli dövrdə yaşayan insanlar fitnədən qorxurlarsa, ondan bol-bol Allaha sığınırlarsa, biz hayda-hayda qorxmalı və hayda-hayda Allah Azze və Cəlləyə sığınmalıyıq. Müəllif buyurur ki, وَرَبَّ نَظَرَةٍ لَمْ تُنَظَرْ. Neçəcə gözlər var ki, onlar gözətilmədi, qorunmadı. Burada müəllifin ən çox vurğulamaq istədiyi, yəni mövzu genel olsa da, fitnələr insanın günahlarda fitnəyə düşməsi, insanın gözləri ilə, insanın dili ilə, insanın qəlbi ilə fitnəyə düşməsi, yəni günahlara düşməsidir. Ona görə müəllif deyir ki, nə qədər gözlər, baxışlar var ki, o gözətilmədi, o göz qorunmadı, ona qarşı qoyulmadı, yəni başlı-başına buraxıldı və o göz, o baxış fitnəyə səbəb oldu. Və biz bilirik ki, baxmaq şeytanın oxlarından bir oxdur. Şeytan baxmaqla insanın qəlbinə o oxu atır və sonra insan o oxun dalınca gedir. O oxun səndən tələb etdiklərinin dalınca gedirsən. Müəllif buyurur ki, bu ahaqqul əşya bid-dabt vəl-qahri əl-lisan vəl-ayn. Müəllif buyurur ki, qorunması, zəbt edilməsi, üzərində durması ən əhaq olan şey, yəni ən önəmli şey insanın dili və insanın gözüdür. Bunu dəstəkləmə hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem bizə nə öyrətdi? Kim iki dodağı ilə iki ayağı arasında olanı mənə zamin durarsa, mən də onu cənnətə zamin duraram. Başqa Muaz bin Cəbəlin radiyallahu anhun uzun hədisində Peyğəmbər sallallahu aleyhi ve sellemdən bəzi şeylər soruşur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ona İslamın təməlini, dirəklərini, zirvəsini zikr etdikdən sonra buyurur ki, sənə bütün bunları qazandıracaq bir şeyi zikr edinmi? Deyə Allahın elçisi dilini tut və dedi ki, bunu saxla. Bu dilini tut. Muaz radiyallahu anh dedi ki, ey Allahın elçisi, məgər insanlar dillərinə görə, dillərin qazandıqlarına görə haqq hesab olacaqlarmı? Deyir, anan səni itirsin, ey Muaz. Məgər insanları üzüstə cəhənnəmə sürükləyən onların dillərinə qazandıqları deyilmi?
Ona görə özəlliklə bizim kimi toplumda yaşayan müsəlmanlar, hələ gənc olan müsəlmanlar həm gözləri ilə, həm dilləri ilə, həm də şəhvətləri ilə fitnəyə düşə bilirlər. Bax, biz belə zamanda yaşayan müsəlmanlar bəzi məsələlərdə qocalı cavanlı hər kəs, bəzi məsələlərdə də gənc müsəlmanlar özəlliklə bu məsələdə ehtiyatlı olmalıdır. Bu məsələdə maksimum şəkildə ehtiyatını götürməli, Allah azlığıya sığınmalı və qorunmaq üçün səbəblərdən yapışmalıdır. Ta o dövrdə Peyğəmbər sallallahu aleyhi ve sellem əshabına dilin və şəhvətin nə qədər böyük fitnəyə səbəb olduğunu, cəhənnəmə girməyə səbəb olduğunu bildirdisə, indi bir də bizim zamanımızdakı fitnələr bunun üzərinə əlavə eləsək, bizi buna çəkən səbəblərin çoxluğunu da bunun üzərinə əlavə eləsək, biz hayda qorunmalıyıq, qardaş. Müəllif buyurur ki, وَإِيَّاكَ أَنْ تَخْتَرَ بِعَزْمِكَ عَلَى تَرْكِ الْهَوَى مَعَ مُقَارَبَةِ الْفِتْنَةِ فَإِنَّ الْهَوَى مَكَيِّدٌ. Müəllif buyurur ki, sakın ola, yəni bizi çəkindirir. Sən deyir, havanı, nəfsi şeyləri tərk etməkdəki əzmə aldanasan. Ola bilər, sən bugün imanın yüksəkdir, sən təqvalısan, elmin var, ətrafında sənə Allah xatırladan müsəlmanlar var və sən əzm göstərirsən. Nəfsivi, havalı, o şeyləri tərk etməyə əzmkarlıq göstərirsən, nəfsinlə vuruşursan, şeytanla vurursan və sağlam bir qəlbin var. Müəllif deyir ki, nə var bunu allanasan deyir. Bugün bu belədir. Amma sən bilmirsən, şeytan sənə hardan hilə qurar. Sabah hardan sənə gələr, hansı qapıdan gələr və sən gözləmədiyin bir yerdən vurulmuş olarsan. Gözləmədiyin bir yerdən zərbəyə, hücuma uğramış olarsan. Əsla buna aldanma. Yəni insan daima Allaha sığınmalı, sonra səbəblərini götürməlidir. Yoxsa insan bu gün əzmkarlığına aldanar, imanının çoxluğuna aldanar, elminə aldanar, ətrafında müsəlmanların olmasına aldanar, elə bilər ki, fitnə onu quşatmayacaq, fitnə ona vuramayacaq, əsla və əsla. Bax, müəllif bizi bundan çəkindirir, bizi bundan həzr etdirir. Və sonra gözəl bir misal verir. وَكَمْ مِنْ شُجَاعٍ فِي صَفِّ الْحَرْبِ اُغْتِيلَ فَآتَاهُ مَا لَمْ يَحْتَسِبْ مِمَّنْ يَأْنَفُ النَّظَرَ إِلَيْهِ وَذْكُرْ حَمْزَةَ مَعَ وَحْشِي. Müəllif buyurur ki, neçə deyir qəhrəmanlar var idi ki, döyüş saflarında xəbərsiz bir şəkildə öldürüldü. Yəni günümüz tabirindən suiqəst edildi. Gözləmədiyim bir yerdə. Yəni insanlar normalda döyüşlərdə ən çox, yəni öz səviyyəsində olan, özü güclüdürsə, güclü düşmənlər, döyüşün başçısı, döyüşün sərkərdəsi bunlara tərəf yönəlilir. Çünki düşmənin nə qədər başını əzdinsə, düşmənin nə qədər böyüyünə, güclüsünə qəlbə saldınsa, digərləri zaten asandır. Və deyir, neçə belə qəhrəmanlar var ki, gözləmədiyi yerdən zərbə yedi. Gözləmədiyi anda öldürüldü. Arxadan vuruldu. Bəlkə də ən cılız gördüyü, ən saymadığı. Və ona deyir ki, heç həmin tərəfə baxmadığı, ona tərəf baxmağa hesab etmədiyi adamdan ona gələn gəldi. Və sonra deyir ki, Həmzə ilə Vəhşinin qissəsini xatırla. Həmzə radiyallahu anhu kim öldürdü qardaş onu? Onun ölümünə səbəb Vəhşi, qara dərili bir kölə. Həmzə radiyallahu anhu bəlkə də heç və ağlına gətirməzdi ki, yəni o cür aslanı, o cür igidi, o cür mərdi hər hansı bir kölə öldürəcək. Yəni o cür aslandan nə gözləyir? Yəni özü kimi bir aslanla çıxsın döyüşə, qabaq-qaba döyüşsün, ya ölsün, ya öldürülsün. Nə ağlına gələrdi ki, sinsizcə planlanmış bir şəkildə, gizlincə, yəni o vəhşi onun qabağına çıxmağa cürət edə bilməzdi. Sinsi bir şəkildə, planlanmış bir şəkildə uzaqdan nizəsini ataraq Həmzə radiyallahu anhu Allahın qədərinə şəhid etdi. Və müəllif deyir ki, xatırla bunu. Yəni bunlara güvənmə. Niyə bu misalı verir? Bu dünyavi cismani bir döyüşdən idi. Sən şeytanla döyüşündə də belədir. Yəni sən şeytandan gözləyirsən. Belə açıq müharibə gözləyirsən. Sən bilirsən ətrafında fitnə var, qadın fitnəsi, mal fitnəsi, bir çox fitnələr var və sən daim özünü nəyə hazırlayırsan? Bax, qadın fitnəsindən uzaq dur. Ey Allahın qulu, mal fitnəsindən uzaq dur. Ətrafa fikir ver. Daim özü buna alışdırırsan və daim bunun üzərində çalışırsan. Amma elə bir yerdən, elə bir fitnəyə qapı açılır ki, bəlkə sən onu heç ummursan. Sənin tamamilə gözləmədiyin yerdən, tamamilə sənin qəflətdə olduğun bir yerdən, ağlına gəlməyən bir qapıdan və sənin bəsit gördüyün bir qapıdan şeytan sənə gələ bilər. Necə ki, Həmzə radiyallahu anh o vəhşini bəsit görürdü. Yəni ağlına gəlməz ki, ondan ona zərbə gələr. Bax, bugün bizim də halımız belədir. Şeytan bilir ki, biz ona qarşı bir şeydəyik, tayaqquzdayıq. Ona qarşı bir oyaqlıqdayıq. Ona görə şeytan bugün sənə mənə gəl Allah'a şərik qoş deməyəcək. Sənə mənə gəl namazı tərk et deməyəcək. Sənə mənə küfr et deməyəcək. Sənə mənə dindən çıx deməyəcək. Bunun səbəblərini oluşturmağa çalışacaq. Bunun oxlarını, bunun hilələrini yavaş-yavaş sənə atmağa çalışacaq. O birdən-birə imanda sabit olan,
ixlası olan, tövhid qəlbinə yerləşmiş bir müsəlmanı hələm-hələm bu dindən uzaqlaşdıra bilməz. Onu neynəyəcək? Onu zəiflətməyə çalışacaq. Onu boşluqlarla, asudə vaxtı artırmaqla, həyatında mübahları çoxaltmaqla, salih əməllər azaltmaqla ən birinci onun zikr qalasını onunla yıxmağa çalışacaq. Çünki müsəlmanın nafilə ibadətləri, onun əlavə zikirləri, onun qalxanı, onun qalasıdır. Müsəlman qalası kitabının adına hava ilə müsəlman qalası qoymayıb. Həqiqətən husnul muslimdir. Yəni müsəlmanı qoruyan Allahın izni ilə müsəlmanı, yəni insi və cinni şeytanlardan qorumağa səbəb olan zikirlərdir. Allah azza və cəlləyə sığınırsan. Onun ad və sifətlərinə Allaha yaxınlaşırsan, ona təvəkkül edirsən, ondan bağışlanma istəyirsən, ondan qorunma istəyirsən, ona dua edirsən gecə gündüz və bunun səbəbi ilə Allah azza və cəllə sənin görmədiyin şəkildə səni qoruyur. Allah azza və cəllə o düşmənləri səndən uzaqlaşdırır və şeytan da bunu bildiyi üçün, o bizi bizim onu görmədiyimiz yerdən görə bildiyi üçün bax bu qalanı dağıtmağa çalışır. Sən bu qalanı nə ilə əldə eləmişdinsə, sənin bu qalanı tikdiyin səbəbləri yavaş-yavaş səndən qopartmağa çalışır. Boş-boş əməllər, vaxtı zayi eləmək, nafilələri azaltmaq, yavaş-yavaş bunlarda bacardımı zikirlərin yerini boş-boş məclislər, bəzən mübah məclislərin yerinə artıq məkruh olan şeylər, şübhəli olan məsələlər, yavaş-yavaş haramlara girdimi, artıq vaciblərdə də səni tələyə saldımı, tam istədiyi kıvama səni çatdırdıqdan sonra son zərbəsini indirir. Bax bu şeytanın hiləsidir və bəlkə də bu hilə ondan illəri alacaq. Amma səbirli davranacaq. Bəlkə də bir 10 ilini götürəcək. Bəlkə bir 20 ilini götürəcək. Amma bezməyəcək. Usanmayacaq. Çünki bilir ki, qabağında güclü bir düşmən var. Rahat düşməni yenməyinə var ki, sən güclü bir düşməni yenmək üçün strategiyan olmalıdır. Ona qarşı bir plan da olmalıdır. Yəni çöldən bacarmırsansa düşməni içdən zəiflətməyə çalışmalısan. Bax şeytan da ordusu ilə bərabər bunları bildiyi üçün bunun üzərində çalışmalıdır. Ona görə əziz müsəlmanlar, biz də yəqin bildiyimiz fitnələrlə yanaşı, yəqin bilmədiklərimizə qarşı da ehtiyatımızı götürməliyik. Ən birinci Allah azza və cəlləyə sığınacağıq. Ya Rabbi, bildiyim və bilmədiyim bütün fitnələrdən sənə sığınıram. Allahım, gördüyüm və görmədiyim önümdən, arxamdan, sağımdan, solumdan mənə yaxınlaşacaq olan hər hansı bir fitnədən Allahım sənin tam olan kəlmələrinə sığınıram. Allahım sənin qorumana sığınıram. Ya Rabbi, əgər sən məni qorumasan, sən məni nəfsimlə baş-başa buraxsan, ya Rabbi, mən özümü fitnənin tam ortasında taparam. Daim insan səmimi şəkildə bundan Allaha sığınmalı və maksimum şəkildə səbəblərini yapışmalıdır. Və görəcək ki, Allah azza və cəllə öz rəhməti ilə qulunu qoruyur. Və sonra müəllif bir neçə beytlə mövzunu bitirir və buyurur ki, Fətəbəssar və lə təşim kullə bərqin. Müəllif deyir ki, düşüncə gözü ilə bax. Yəni, bir dön, ətrafını müşahidə edir. Və deyir, hər şimşəyin, hər işıltının dalınca getmə. Yəni, işıltı, parıldama, burada niyə şimşəyə misal verir? Yəni, onun o göz alıcılığı, onun işıldaması fitnələrin işıldamasına bənzəyir. Bəzən fitnə gözəl görsənir. Sözləri şirin görsənir. Dilə ləzzətli gəlir. Gözə xoş gəlir. Qulağa da əla gəlir. Çünki fitnənin özəlliklərindən biri nədir? Şeytanın çox vaxt fitnəyə salmaq üçün sağdan gəlməsidir. Bəzən din adına, bəzən təqva adına, bəzən Allah adına, bəzən zikr adına, bəzən elm adına elə qapılarla sənə sağdan gəlir ki, və insan özünə haqq qazandırır. Soldan gələnə rahatdır. Yəni bunun şeytanın olduğunu anlaya bilirsən. Bunun haram, bunun şirk, bunun küfür, bunun günah olduğunu anlaya bilirsən. Amma sağdan gəldi mi, din adına, Allah adına gəldi mi, bunu anlamaq çox çətindir. Və ona görə onun sözləri, onun atdığı hilələr xoş görünə bilir, gözəl görünə bilir. Müəllif deyir ki, hər parıltıya meyl eləmə. Hər ışıltıya aldanma. Çünki buyurur ki, Rubbə bərqin fihi səvaiqu haynin. Çünki deyir, neçəsə kimsə var ki, onun içində deyir, öldürücü ildırımlar var deyir. Gedərsən o parıltının dalınca, o şimşəyin dalınca və o şimşəyin öldürücü ildırımı səni çaxacaq. Tam onun ortasına vardığında bir də aləsən ki, artıq düşmənlə üz-üzəsən və sən qorumasızsan. Hər o ildırımın içində və deyir, neçə ildırımlar var ki, onun içində onun öldürücü şimşəyi vardır. Fitnələr də belədir. Gözü qıraqdan gözəl görünə bilər, zahirdə qəşəng görünə bilər, haqq görünə bilər, qulağa da xoş gələ bilər. Girərsən o fitnənin içinə, bir də aylarsan ki, artıq fitnə səni öz ağışına alıb və oradan çıxış yolu yoxdur. Və sənə tam olaraq öldürücü zərbəsini də bax orada vurmuş olacaq. Və sonra buyurur ki, Vaqdudut tarafə təstərih min qaram. Deyir, gözlərini aşağı indir və deyir, o eşqin bəlasından qurtul deyir. Gözlərini qoru. Necə ki, Allah azza və cəllə kitabında buyurur ki, mömin kişilər deyir ki, gözlərini aşağı salıb harama baxmasınlar. Yəni, gözlərini haramlardan qorusunlar. Həmçinin mömin qadınlar dedi ki, gözlərini aşağı dikib, gözlərini haramlardan qorusunlar. Müəllif dedi ki, indir gözlərini, qadın fitnəsindən gözlərini qorun ki, eşqin fitnəsindən rahatlıqda olasan. Çünki
Sən bilmirsən, o baxış sənə adi gələ bilər. Sən o baxışı bir şey zənn etməyə bilərsən. O baxış qarşılıqlı olmaya da bilər. Amma o baxışın səbəbi ilə ox qəlbə girdimi, sən gecə yatanda da o fitnədən qurtula bilməyəcəksən. Nə namazında, nə yeməyində, nə içməyində, nə istirahətində, nə heç bir şeyində. O ox bir dəfə qəlbə girdimi, ya o oxu söküb atmaq üçün əziyyət çəkəcəksən, Allah Azza və Cəllə sənə yardımı göndərəcək. Yox, əgər ona doğru meyl etsən, o ox arxasıca digər lazım olan şeyləri gətirəcək. Ona görə ki, ən başdan qorun. Gözlərini indir və o eşqin fitnəsindən rahatlıqda ol. O eşq deyir, təktəsi fihi zəvbə zillin və şeynin. Əgər onun bəlasına düşər olsan, sən o ilə zillətin və rüsvaçılığın paltarına bürünmüş olacaqsan. Ya ondan qorunacaqsan, gözlərini indirəcəksən, ya da qorunmayıb, gözlərini indirməyib, onun bəlasına düşəcəksən və bir də alacaqsan ki, artıq rüsvaçılığın və zillətin paltarını geyinmirsən əynində. Və sonra buyurur ki, fəbələ'ul fətə muvafəqatun nəfs. Gənclərin bəlası nəfsinə uymaq, nəfsinə müvafiq olmaqdır. Və bəd'ul həvə tumuhul ayni. Və bu havanın başlanğıcı da, bu nəfsə uymaq da gözləri dikməkdən başlayır. Onu əziz müsəlmanlar, ilk başda öz nəfsimə sonra sizə nəsihət edirəm ki, maksimum şəkildə fitnənin daha başlanğıcından geri addım ataq. Çünki hər şey başlanğıcda rahatdır. Bir yola tam girmədən öncə ona başlamamaq, ona geri dönmək rahatdır. Ona görə biz də özəlliklə bu yaşadığımız toplumda, ətrafımızda bu qədər fuhşiyyatın, zinanın, çılpaqlığın yayıldığı bir dövrdə müsəlmanlar üçün bu daha da böyük fitnədir. Ona görə ayağımızı evdən çölə atarkən bizi heç kim görməsə belə Allah Azza və Cəllənin baxışlarını, müraqibəsini özümüzə xatırladaq. Allah Azza və Cəllənin bizə nəzarət etdiyini özümüzə xatırladaq. Həmçinin əhlimiz bizə bu barədə nəsihət etsin. Biz olmadığımız yerdə həm öz barədə, həm də bizim barədə Allahdan qorx. Bu belə olarsa, davamlı insan bu barədə nəfsini tərbiyə edərsə, Allahın izni Allah Azza və Cəllənin ona yardım etdiyini görəcəkdir. Yox, buna can atmazsa, ümumiyyətlə bunun dərdinə düşməzsə, buna çalışmazsa, bu onun üçün adi bir hala gələcək və artıq baxacaq ki, gözü eynən çöldə müşriklərin olduğu kimi sağa sola hər yeri gəzir. Özümü də sizi də bundan Allah Azza və Cəlləyə sığındırıram və Allah Azza və Cəlləyə istəyirəm ki, bizi bildiyimiz, bilmədiyimiz bütün fitnələrdən qorusun. Allah Azza və Cəllə bizi həm mal fitnəsindən, həm qadın fitnəsindən, həm dünya fitnəsindən, həm də digər qoruna biləcəyimiz və bilməyəcəyimiz bütün fitnələrdən qorusun. Allahumma amin, Allahumma amin, Allahumma amin. Subhanaka Allahumma bihamdik. Əşhədu an la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.